Salam, mən bugün sizə Sultan Səncər və Qarı əsərinin həm oxusunu, oxusu ilə bərabər isə təhlilini təqdim etmiş olacağam. Başlayaq. Zülm edib bir qarıya çox udurmuşdular qan, o da Sultan Səncərin tutaraq yaxasından. Deməli bir qarı var və bu qarıya çox zülm olunur deyə o da gəlir kimdən yapışır? Sultan Səncərdən yapışır ki, öz haqqını tələb eləsin. Dedi ki, səndə insaf az görmüşəm, qulaq as. Səndən gördüyüm zülm əsla hesaba sığmaz. Yəni, o qədər səndən zülm görmüşəm ki, bunun sayı hesabı yoxdur. Bir kefli darğa gəlib evimdə məni söydü. Deməli, onu gəlib evinin içində söyən kimdir? Bir kefli darğa. Salıb təpiy altına doyunca döydü. Deməli, qarını həm söyür, həm də döyür. Mən günahsız qarının saçlarına atdı əl, üzü üstə sürüdü, evdən çölə əlbəl. Deməli, onun saçlarından tutur və evdən çölə qədər neynir, onu sürüyür. Cəmaat arasında söyüb məni qudurdu. Evimin qapısına zülmün möhrünü vurdu. Deməli, cəmaat arasında onu söyür və biabır edir. Dedi, ey qozbel qarı, söylə filan gecədə, filan kəsi kim vurdu yaşadığın küçədə? Deməli, nədir? Dedi ki, ey qozbel qarı, söylə filan gecədə, filan kəsi kim vurdu yaşadığı küçədə? Deməli, bu nitq əslində kimə aiddir? Darğaya aiddir. Amma kimin dilindən səslənir? Qarının dilindən səslənir. Evimi çox axtardı, qatil hardadır deyə. Ey padişah, bu həqarət sığarmı yerə, göyə? Deməli, hətta onun evini belə axtarır. Darğanın sərxoşluğu olmuş bu işə maya. Deməli, darğa nə imiş? Sərxoş imiş və bu işə maya olan, məsələn, elə qarının bu vəziyyətə salınmasına da səbəb darğanın sərxoşluğu imiş. Daha doğrusu, darğanın sərxoşluğu bu işə bir növ, belə deyək də, yol açır. Bəs niyə mən yazığı salır qısma boğmaya? Vilayəti soyarkən padşahın adamları cinayətkar olarmı bunda məgər bir qarı? Yəni, sənin adamların onsuz da bu eli obanı soyur. Onun deyir, yəni sənin adamların soyduğu halda deyir, mən günahsız qarı deyir, necə deyir? Belə deyər, cinayətkar ola bilərəm. Bu zülmə əl atarkən darğa xalq görə, mənim ismətim sənin ədlin salınmış yerə. Bu yaralı sinəmdən bir də axıtdılar qan, özümü itirmişəm, qalmamışdır məndə can. Ey şah, dağda çatmasan, olurkən qəlbim kabab, qiyamətin günündə çəkilər səndən hesab. Yəni deyir, sən bir əlac eləməsən, qiyamət günü səndən hesab soruşulacaq. Ah, səndə nə ədalət, nə mərhəmət görürəm. Nə ədalət deyir, görürəm səndə, nə də mərhəmət görürəm. Mən səndə sonsuz zülm və əziyyət görürəm. Deməli, nə görürmüş? Zülm görür və əziyyət görürmüş. Rəiyyətə hər zaman kömək etməli padşah. Səndən xarlıqdır gələn, bizə ol bundan agah. Səndəndir bizə gələn nədir? Xarlıqdır. Bir hünər deyil almaq yetimlərin malını. Buna mərdlik deməzlər, düşün işin dalını. Deməli, yetimlərin malını almaq deyir, nədir? Hünər deyil və buna deyir, mərdlik deməzlər. Çapdırıb qarıları, qırdırma gəl acından. Onların gəl utan, bir qar kimi ağ saçından. Sən bir qulkən edirsən padşahlıq iddiası. Deməli, onu hətta qul adlandırır. Deyirsən, bir qul ikən edirsən padşahlıq iddiası. Azğansan, şah deyilsən, sənsən doğuran yası. Deməli, hər şeyin səbəbkarı kimi onu görür. Padişah öz ölkəsini görmək istəsə abad, etsin rəiyyətini, gərək məsud, gərək şad. Ta ki hamı hökmünə etsin hörmət, əysin baş. Könüllər onu bilsin, özünə bir dost, sirdaş. Sən deyir, elə deyir, davranmalısan, elə hərəkət etməlisən ki, hökmünə hamı hörmət etsin və sənə baş əysinlər. Və səni, belə deyək, cəmaat özünə dost bilsin, sirdaş bilsin. İşlərinlə aləmi alt-üst eyləmisən sən. Söylə bir, özlüyündə nə hünər göstərmisən? Bir zamanlar türklərin çox yüksəkdir dövləti. Bəyənildi hər yanda ölkəsi, ədaləti. Zalımlığın bəllidir, işin peşən talandır.
Deyir nədir? İşin peşən talandır. Sən ki hindli quldursan, türk olmağın yalandır. Deməli nə deyir? Deyir ki, bir zamanlar deyir, türklərin çox yüksəldi deyir dövləti, bəyənildi hər yanda ölkəsi ədaləti. Zalımlığın deyir bəllidir, işin peşən nədir? Talandan ibarətdir, oğurluqdan ibarətdir. Və sən deyir, nəsən bir hindli quldursan deyir. Türk olmağın yalandır, yəni yalandan özünü türk kimi göstərmə. Dağıldı şəhərlərin, evi sənin əlinlə. Deməli, şəhərlinin nəyi dağılır? Evi. Əkinçinin xırmanı dənsiz qaldı səninlə. Əkinçinin isə xırmanı dənsiz qalır. Ölümün dəhşətindən qorxub bir hesab apar. Növbə sənə də çatar, əlini eylə hasar. Ədalət çırağındır, yolunda olma naşı. Bu günündür sabahın ən mehriban yoldaşı. Qarıları sözünlə şad et, sevdir özünü. Sən bu qoca qarının unutma gəl sözünü. Çəkin çarəsizlərin, dağıtma var yoxunu. Bəlkə o qəmlilərin yeməyəsən oxunu. Sən ki hər bir bucağa ox atırsan bu qədər, acların qarğışından söylə, qafilsən məgər? Aha. Unutma ki aləmi açmağa bir açarsan. Dünyada zülm etməyə yaranmış məgər insan? Sən hökümdar olmusan, yetişəsən haraya, daim məlhəm qoyasan vurulan hər yaraya. Hər zaman rəiyyətin diləyinə qulaq as, ürəkdən məzlumların ürəyinə qulaq as. Çox danışdın, qalx, yetər, bu şairli ilhamı. Qana dönmüş qəlbinə qan qoymuşdur Nizami. Deməli, sonda müəllifin adı çəkilir, amma müraciət varmı? Xeyr, müraciət yoxdur. Aha. Belə, və gəlirik əsərin ümumi təhlilinə. Həyata əks etdirmə növü epik növdədir. Bir saniyə, epik növdədir. Janrı məzmun hekayədir. Mənzum hekayədir daha doğrusu. Mənzum hekayə nədir? Yəni, şeir formasında yazılan hekayədir. Sujet xətti var. Farscadır, Azərbaycan dilinə tərcümə edilmişdir. Dili farscadır, ancaq Azərbaycan dilinə tərcümə edilmişdir. Əruz vəznində məsnəvi formasındadır. Məsnəvi formasındadır. Daha sonra qafiyə quruluşu AA, BB, CC, DD formasındadır. Yəni məsnəvi formasında. Nəzmlə beyitlər şəklində yazılıbdır. Sirlər xəzinəsi poemasına daxil olan rəiyyətin haqqını padşahın qorunması məqaləti ilə bağlı 4-cü hekayədir. Deməli, Sirlər xəzinəsi poemasına daxil olan rəiyyətin haqqını padşahın qorunması məqaləti ilə bağlı 4-cü hekayədir. Mənzum hekayədə Nizaminin adı çəkilsə də özünə müraciət yoxdur, bayaqda gördük. Mövzusu rəiyyət, hökmdar münasibətləri, hökmdarın ədalətsiz üsulu idarəsindən narazılıqdır. İdeyası isə ictimai ədalət, dövrün hökmdarlarını ədalətli olmağa çağırışdır. Deməli, nə oldu ideyası? İctimai ədalət, dövrün hökmdarlarını ədalətli olmağa çağırış. Problem isə ədalətsiz idarəetmə nəticəsində sadə insanların zülmə məruz qalmasıdır. Problemi yaradan səbəblər hakimiyyət və vətəndaş münasibətlərinin düzgün qurulmaması. Deməli, problemi yaradan səbəb nədir? Hakimiyyət və vətəndaş münasibətlərinin düzgün qurulmaması. Mətnin ideyası ilə səsləşən fikirlər isə bunlardır. Hər kəs öz əkdiyini biçəcək, öz etdiyi əməlin cavabını verəcək. Cəmiyyətin ən böyük dərdi ədalətsizlikdir. Ədalət olmayan yerdə insan həyatı heç nədir. Cəsarət qol gücündən deyil, ruh gücündən yaranır. Bu cəsarəti də, yəni təbii ki, biz qarının timsalında görürük. Dövlətin ədalətlə idarə olunması məsələsinə toxunulmuşdur. Baxın. Dövlətin ədalətlə idarə olunması məsələsinə toxunulmuşdur, bəli. Əsərin sonunda Sultan Səncərin nəsihətdən dərs alıb almaması barədə fikir bildirilmir. Ümumiyyətlə orada heç Sultan Səncərin belə deyək fikirlərinə də yer verilir, yəni sözlərinə də yer verilmir. Şairin niyyəti hökm sahiblərini, yəni belə deyək, hökmdarları ibrət almağa, Tanrını unutmamağa, Tanrıya bağlanmağa səsləməkdir. Obrazlardan isə qarıdır. Qarı darğanın təhqirlərinə məruz qalmasından şikayət edir. Sultana qiyamət günündə qorxmasını deyir. Sultan Səncəri ədalətsiz, mərhəmətsiz, zalım, azğın adlandırır. Deməli, nə adlandırır?
ədalətsiz, mərhəmətsiz və zalım, azğın. Sultana şəhərlilərin evlərini dağıtdığını, əkinçilərin isə ac qoyduğunu deyir. Deməli, şəhərlilərin evlərini, əkinçilərin isə xırmanlarını dağıdır. Nitqində bəzən nəsihət verərək, bəzən qorxudaraq, adil, ədalətli olmağını, yetimlərin, çarəsizlərin malını dağıtmamağını, qarlara, yaşlılara zülm etməyə, onlara ac qoymamağını, onları sevindirib könüllərini xoş tutmağını, daha sonra rəiyyətə qayğı göstərməyini, onlarla dost olmağını, ölümündən qorxmağını, acların qarğışına düşməmək üçün xalqın qeydinə qalmasını deyir. Ədalətli hökmdarı hansı keyfiyyətlərin gərək olduğunu söylüyor. Deməli, qarı ədalətli hökmdarı hansı keyfiyyətlərin gərək olduğunu söylüyor. Burada qarı sultana düzgün əməl tutmadığını, zülm etməyin insana yaraşmadığını deyir. Onu düzgün yola çağırır. Unutma ki, aləmi açmağa bir açarsan. Dünyada zülm etməyə yaranmış məgər insan. Sən hökmdar olmusan, yetişəsən haraya. Daim məlhəm qoyasan, vurulan hər yaraya. Burada deyir, qarı sultana düzgün əməl tutmadığını, zülm etməyin insana yaraşmadığını deyir. Onu düzgün yola çağırır. Bax, bu beytlər nədir? Beytlərdə. Sultan Səncər məmurların özbaşınalığına imkan yaratmışdı, ölkəni talan etməklə məşğuldur, qarının dili ilə türk olmadığı, hindli quldur olduğu qeyd olunur. Darğa özbaşınadır, Özbəkistan özbaşınadır. Sərxoş vəziyyətdə gəlib qarını cinayətkarı saxlamaq bəhanəsi ilə döyür. Şair qarının dili ilə dövrün hökmdarlarını ədalətli olmağa çağırır. Belə, əsərimiz bu qədər.